ای عشقین کار الین چون و چرا و چند گوی نی چون شرسن عاشقین چون و چرا و چند نه چون شهریارın şehrine bugün nesimidir melik buyruk anındır hüküm anın hem şehrine hem kendine. Mehriban Allah'ın adıyla ve yadıyla siz aziz ustadlara salam arz edirəm. Çox minnətdaram ki, bu vaxtı mənim üçün ayırdınız. Mən də bir para çalışmalar, araşdırmalar, öz dilimizin, fəlsəfəmizin, hikmətimizin, irfanımızın haqqında sürürəm, irəli sürürəm, qabağa aparıram. 21 Azər, 22 Azər çoxlu münasibətlərlə bizi məşğul edir. Bu 21 Azərdə Azərbaycanın milli hökuməti qurulur. 1324'də bir il ondan sonra Ustad Həmrəz də işarə elədilər ki, elə bu milli hökuməti modern şuubiyə gəlir, yığıb yığışdırır, aparır. 21 Azər 1382'də Azərbaycanın ulu öndəri Heydər Əliyevin ölən günüdür. 21 Azər 1314'də rəhmətli Rıza Bərahəninin doğum günüdür. Səlim Neysarinin o ədib 1299'da doğum günüdür. 22 Azər Rəşid Behbudovun Tiflisdə 1294'də doğum günüdür. Rəhmətli Profesör Döhtür Zehtabinin 1302'də doğum günüdür 22 Azər. 1325'də 22 Azər bir ağır, bir dərdli tarixdə təcrübə ilə üzbəüz olur. O da bizim kitablarımızı yandırmaq günüdür. O işi ki, bu məmləkətdə, bu ölkədə Moğollar görmədilər, Ərəblər görmədilər, İskəndər görmədi. Amma şubiyə modern در واقع bu həddə kimi meydana gəldi ki, bizim bütün varlığımız ki, kitablarımızdaydı, onları oda çəkdilər. Rəhmətli şəhid Seyyid Cəfər Pişəvəri bizə o qədr hörmətlidir ki, bu insan Azərbaycana dövlət bağışlayıbdır. Keçək fərqli, çeşitli söhbətlərdən bunun barəsində ki, bu adam tudeyi ola bilər, bu adam komünist ola bilər, bu adam hər cür ola bilər, amma bu adam Ovlad-ı Peyğəmbər olaraq bu adamın namaz qılmağını görüblər, bu adamın əraq içməməyini görüblər və bu adamın Azərbaycana bütün bir ildə xidmətini ki, gəlib o bir para bu Amerikayı səfirlərdən gəlmişdilər, deyirlər ki, Azərbaycanda bir il xidməti Rıza Şahın bəlkə dövrəsinin xidmətindən də üstün olub Azərbaycanda. Bankı düzəltməsi, yolları düzəltməsi, kitabları çap eləmək, qadınlara haqqı rəy در واقع vermək, bağışlamaq, fərhəngdə, ədəbiyyatda, musiqidə çalışmaq, bu bir dənə bizə böyük bir dənə demək olar ki, önəmli bir təmsildir ki, biz bunu bəli, Taksim ərazidən çoxludular. O əsasda mən istədim əziz dostlarla bir dənə
sual zehnlərdə yer aldım ki, o sual budur ki, biz niyə yıxıldıq? Niyə bu cür təcrübələrə illər boyu Azərbaycan əl vurur, amma yıxılır? Mən çün fəlsəfədə, hikmətdə, irfanda çox çalışmışam, oxumuşam. Elə bu açıdan baxıram, qədim ulu babalarımızdan da yardım alıram. Onlar deyirlər ki, boş təlis ayaq üstə durmaz. Biz boş təlis olmuşuq. Biz gücsüz olmuşuq. Əgər bizim gücümüz olsaydı, bizi heç kim yıxanmaz. Əgər biz bunu qəbul eləsək ki, biz gücsüz olmuşuq, bir boş təlis kimin, o ki Mevlana deydi, pərrikahəm در مساف تندباد من نمیدانم کجا خواهم فتاد. Gələn bizi hər cürə bizim zehnlərimizdə, əqlaniyyətimizdə işləyibdi. Bir teydadımız fədai, bir teydad mücahid, bir teydad komünist, bir teydad liberal, bir teydad milli məzhəbi, bir teydad fundamental getmişik. Buna görədir ki, biz milli düşüncəyə çatanmamışıq. Əgər komünistlər, marksistlər hələ dünyada vardılar, Şoravi yıxılandan sonra da Avropada Horkhaymer kimi adamlar gəlib neo-marksisti qoyurlar meydana. Əgər baxırıq, görürük ki, Çinin özündə müxtəlif qəraətlərlə bunu yaşada bilirlər. Əgər görürük ki, Batı dünyasında liberalizm davam edir, kapitalizm davam edir, bunlar bir dənə milli düşüncəyə çatıblar. Biz Azərbaycanda Türk müsəlmanlar nə cür milli düşüncəyə çata bilərik ki, bizi əyməsinlər, bizi yıxmasınlar, bizi sındırmasınlar. Mən buna çox düşünmüşəm. Mən belə fikirləşirəm. Əziz ustadlardan da xahişim və rəcam budur ki, bu xüsusda bir təəmmülləri olsun, bir önər də biz veririk. O budur ki, biz istəyək bir milli düşüncəyə çataq, bizə bir milli məktəb lazımdır. Milli məktəb. Milli məktəbi yıxmaq olmaz. Marksist bir milli məktəbdir onlara. Komünist bir milli məktəbdir. Kapitalist bir milli məktəbdir. Liberalist bir milli məktəbdir. Sosialist bir milli məktəbdir onların. Biz milli məktəb nə deməkdir? Milli məktəb o məktəbdir ki, onun içində həm diqqəti güclər var, həm heyrəti güclər var, həm əqlidən qaynaqlanan güclər var, həm elmidən, təcrübədən, məharətdən və işraqdan qaynaqlanan güclər var. İstəsəm xırdalayam bu sözü, mənası budur ki, o məktəbin içində həm bizim milli fəlsəfəmiz olmalıdır, həm milli hikmətimiz olmalıdır, həm milli irfanımız olmalıdır, həm milli əxlaqımız olmalıdır, həm milli dinçiliyimiz olmalıdır, həm milli şiəçiliyimiz olmalıdır, həm milli tariximiz olmalıdır, həm milli ədəbiyyatımız olmalıdır. Yəni, əgər biz bu güclərdə, ki, bunlar demək olar gücdülər, bu güclərdə millizəyə çatmasaq, bunları milliləşdirməsək, bu istilahları özümüz tərifləməsək, yəni milliləşdirməyin bir mənası budur ki, istilaha qoymayaq, özgələr bizə tərifləsin. Yəni qərbilər dursun, gəlsin, bizə bir istilahı məni eləsin. Nasionalizmi biz cəhməni eləyək, sosializmi biz cəhməni eləyək, sekularizmi biz cəhməni eləyək, fununu hakimiyyəti biz cəhməni eləyək. Məni ki, elədik, yəni bu milliləşdir. Mənayı milliləşmək budur. Ta zamanı ki, biz milli fəlsəfəmizə çatmayaq, ta zamanı ki, biz milli hikmətə çatmayaq, milli dinçiliyimizə çatmayaq, milli əxlaqa çatmayaq, biz elə o boş təlizik. Hər zaman, hər yer gəlib, bizi tarix boyu alladacaq və öz məsrində nə edəcəkdir? Aparacaqdır. Sağ olasın. Ay Abbas, bəli. Oyla müstəqil. Gəl, bir
Söz yaşayasınız ancaq İxtiyarınız var. Əzizim, kitabın adını aparam da neyle bağlı. Tarihi məbdəsin deyərlər. Korkuzlu Rıza'nın kitabı Derrabı'da var. Tamam istiyakadərlər, sənətlərin kitabı. Ay götür. Biz husnul sual nisful ilm eləməliyik də. Yəni biz yaxşı suallar soruşaq ki, yaxşı biz cavablara yetişək. Siz elə əvvəl söhbətdə başladınız ki, ma çe bayəd bukonum? Eyni sizin söhbətlərinizdən. Yəni mən ehsas edirəm ki, bu sual çox qəşəng sualdır. Yəni əvvəldə müntəha bu sualı o ma kəlməsini gəh biz mənə eləyək. Yəni deyək ki, ma ya mən در واقع burada biz kimik? Bu ma gəh mənə eləyək də. Yəni ta zamanı ki biz burada ma mənə eləməmişik. Əslən heç çeyə də yetişənməliyik, bayədə də yetişənməliyik, o konimə də در واقع yetişməyəcək. Pəs bənabərin ki, burada biz özümüzdən bir dənə ağır sual soruşmalıyıq ki, biz kimik? Bir dənə sualı hüviyyəti soruşmalıyıq. Biz keçmiş bəhsidə burada bir xəmsəyi hüviyyəti işarə elədik. Dedik ki, hüviyyətin bir 5 dənə müəllifələr vardı ki, dildir, dindir, tarixdir, coğrafiyadır, kültürdür, törə ya fərhəngidir, şunların içindədir. Bu 5 dənə bizim hüviyyətimizi düzəldir. Məzərət istəyirəm. O əsasda Aydın, biz bu suala cəhətdən cavab verək. Xüsusən Azərbaycanda biz deyək ki, biz bu həlqə hüviyyətin içində biz türkük. Yəni bizə də biz istəyirik özümüzə ad qoyaq da, tanıyaq. Biz Azəri deyirik. Biz türkük ki, bu Azərbaycanda yaşayırıq və bu coğrafiyayı İranda da təkcə biz türklər deyirik yaşayırıq. Əraq, Əcəm türkləri də var. Ki, Qəşqailər zətlər ola bilərlər. Xorasan türkləri də vardılar. Bunlar nə mənədirlər? Türkdülər və eşik türklərin kültürlərinə də biz bağlı oluruq. Elə Çindən Türkçündən ta Balkana kimin, Sibiriya kimin hamısına biz o türk məfkurəsi در واقع bizi neyini bağlayır. Türkçüdən də məqsəd nə mənədir? Türkçüdən də məqsəd budur ki, biz bir dənə zəban-ı nutqi varımızdır ki, danışıq dilidir. Ki bu zəban qudrəti nə mənəsi var? Həm bir dənə karxanədir. Yəni eləyə bilir düşüncələri, bu dil eləyə bilir orada pişirsin. Yəni təhcə bir dənə nəqqalə dər ki, bu məfahimləri intiqal versin. Aşpazxana kimi bir şeydir dil orada. Yəni indi yeni filsuflar bizə deyirlər ki, insan ibarətdir zehn və zəban. Yəni ayrı bir şey yoxdur burada. Və bu dildir ki, o zehniyyəti yaraldır bizə. Yəni bizim o dildə bu məfqurələr ki vardı. Təsahüldan, təsamuhdan, ədalətxahi, zulm, setizi filan bizim bu dilimizdən bu qaynaqlanıb gəlib məfqurəmizə neynibdir, daşınıb. Xub, pəs bənabərin bir dənə zəban-ı nutqi var ki, biz onu danışırıq. Bir dənə də məfkurə var ki, onu biz daşıyırıq, tarixi, müstəqil əqlaniyyətdir, daşıyırıq. Bu ikisi bizi demək olar, türk eləyir. Əgər biz burada bir anlaşmaya yetişsək, yəni cəmdə yox ki, biz yaxçı sualı demək, tərh eləsək, biz yaxçı cavaba yetişirik də. Siz ki buyurdunuz ki, ma çe bayəd bukonum? Biz bu ma'yı dedik ki, biz mənə eləyəğin də. Yəni bu sual bir dənə sual hüviyyəti idi. Yəni biz bu cəmdə biz buna ümumiyyətdə gərək yetişək ki, bir nəfər bizə Azəri deməsin. Bizə desin ki, siz türksüz, bir dənə türk millətisiz. Biz burada unsur dəyirik, biz burada etnik dəyirik. Niyə biz kələmi millətdən də burada istifadə edirik? Buna görə ki, biz o bəhsləri ki, açmışıq Farabinin düşüncəsində və Əl-Milləni gətirmişik meydana. Orada در واقع Farabinin düşüncəsində budur ki, millət ibarətdir o insanlar ki, dil əsasında bir yerə toplanırlar, ortaq amacları bunlar neynirlər, sürürlər və istəyirlər. Çox da uzatmırıq ki, məsələn, Qobino kimin ırqıçılığına baxıla və ayrı bir təriflərin dalısıca getmirik. O əsasda bir milləti
var Türk adında bu coğrafiyayı İranda yaşayır və nə mənədir? Ondan sonra biz getməliyik sizin sualınıza ki, bəli, indi ki biz Türk olduq, bizim axı o həlqə-i hüviyyəti də ikinci qanatımız da qalır. Həlqə-i hüviyyəti də din də vardır. Yəni biz der vaqa müsəlmanıq. Biz bu İslamlıq və müsəlman olmaq bizim bir bodi az hüviyyətimiz sayılır. O bodi az, nə hər İslam. İslam elə İslamı əlbəttə bizim düşüncəmizdə, yazdıqlarımızda, o Instagramda və Telegramda biz gəlmişik İslamı iki yerə bölmüşük. Deyirik, bir dənə İslam-ı şuubi var, bir dənə İslam-ı qeyri-şuubi vardı. İslam-ı şuubi elə o zaman ki Sədr İslamdan gəldilər o ayə-i inna cəlnakum şuuban və qəbailə lita'arafu inna akramakum indəllah. Sasanilər ki yenildilər, gəldilər bir para qurumlar bu ayədən belə yararlandılar ki, bəli biz əhlul furs şəbiq, yəni millətik, siz ərəblər qəbiləsiz. Quran ki şəbi gətiribdi qəbilədən qabaq, və nəticə biz millət olaraq sizdən qabağıq və buradan demək olar bunyanı teorik Qurani şuubiyə qoyulur və müxtəlif dövrələrdə bu şuubiyə bizlə gəlir. Yəni dövrə klasiki var, Sədr İslamdan gəlir ta Səfəviyyə kimi, dövrə neoklasiki gəlir təqribən dövrə Zəndiyyə və Əfşara kimi, dövrə modern, dövrə Qacardır, dövrə neomodern Pəhləvilər və dövrə pəsa modernisi də ki biz həman onun içində yaşayırıq. Yəni bu həlqə. Hala bu şubiyə nə mənədən təşkil tapır? Şubiyə bir dənə təslisdən təşkil tapır. Yəni bu üç dənə zili vardır. Oliqarşiyə Yəhudi, bir dənə zil idi Yəhudiyani ki, bir xas bir təbəqatıdırlar. Bunlar İslamla ziddiyyətçiliklər vardı, istəyirlər. İslamı yıxsınlar, bu gəlirlər. Bir para ailələr vardılar ki, Zərsalarani, Parsi idilər ki, Hindidən köçmüşlər, gəlmişdilər. Onlar ailələridilər, gəldilər, ikinci zeli düzəltdilər. Və üçüncüsü Məsihiyyət-i milli idilər ki, Qərbidə Məsihiyyət milliləşdi və gəldi bu şubiyəni neynədi, yaratdı. Kanun-u Qərbi şubiyə indi Fransadadır. Siz baxsınız, görürsünüz ki, məsələn, kitab-ı Ələmut, Qələ-i Ələmutu Fransada götürüb yazırlar. Yaxşı, niyə? Bir xatirə budur ki, şubiyənin o məğzi teoriki oradadır və oradan neynirlər? Hidayət eləyirlər və indi də görürsünüz Fransa gəlir durur, çox rahat Ermənistan yanında durur. Pəs bənabərin bu şubiyə gəlir və kulli cərəyanatda da nə mənədir bu nəqş olur ki, ayı götürdü ona bir miqdar işarə elədilər ki, söhbətlərində məşrutə dövrəsində var idi. Ona görə biz bəhslərimizdə də aparanda qabağa, hətta məşrutiyə də çatanda gəlir deyək, burada iki cürə məşrutə var. Bir də məşrutə-i Farsi, Hindi məcusi var, bir də məşrutə-i در واقع Türkiye hakimiyyəti vardı. Bir məşrutiyyət Türkü vardı ki, Şahan-ı Qacar başlıqlar özləri modern dünyanı qəbul ediblər, mənimsiyiblər və o modernitəni gətirirlər. Darüşşuraya Müzəffərəddin Şah dəstur verir, təşkil در واقع fərman-ı məşrutəni Muhammed Əli Şah özü dəsturunu verir. Yəni bunlar nə qədər mütəsamih insanıdırlar, mütəsahil bunlar insanıdırlar ki, Təbriz məktəbində böyümüşdülər, gəldilər öz ixtiyarlarını məhdud edirdilər. Yaxşı, bu bir dənə məşrutədir. Bir dənə də məşrutiyyət masonu vardılar ki, geçirlər hakimiyyəti öz əllərinə və tühlərin əlindən çıxaldırlar və verirlər fasların əlinə ki, tədavüm o hakimiyyətin içində der vaqa biz yaşayırıq. Pəs bənabərin aid ötür, biz der vaqa burada əvvəl o mayı biz məni eləməliyik. Şimdi mən istəyirəm dostlara icazənizlə bunu öz nəzərimi eyləm eləyəm ki, bu mada biz ən birincisi Türkük, sonralıqda müsəlmanıq, Şii müsəlmanıq. Bununla bizim şiəçiliyimiz də gənə Fars şiəçiliyi ilə fərqlidir burada. Necə ki, İslamımız fərqlidir, o şiəçiliyimiz də onlarla fərqlidir. Bizim içimizdə bir dənə deyərlər 12 imama yalvarınca bir Allaha yalvarıcın. Yəni bu bizim zehniyyətimizdə var ki, biz ibadəti vasitəsiz istəyirik. Feyzə çatmağı müstəqim istəyirik. İstəmirik ki, o vasitələrdən neyək? Bəhrə aparaq. Pəs, biz indi nə istəməliyik? Nə istəməliyik? Bir dənə sualdır da, der vaqa.
Bəli, mən qutarım da lan buyursunuz. Yok, işte. 5 dəqiqədə qalır. 5 dəqiqə. Hatta lazım oldu Bəli. bizlərdə təmin etmə sağlamcı. Bəli. Ərz edim xidmətçisə ki, ay götür. Bu biz inqilabdan bu yana baxsaq, təqribən biz 4 dəhəni demək olar təcrübə eləmişik. Bir dəhiyə əvvəl inqilab vardı ki, bu dəhiyə biz deyə bilərik dəhiyə İslami. Yəni 10 ildə burada tamam düşüncələr gəlir bunun üstünə ki, biz hər şey istəyirik İslam eləyək. Cumhuriyyə İslami, ədalət İslami, danışgah İslami, hər nə mənə də istəyirik burada nə mənə İslam ol, İslami dəhiyə əvvəldə gəlir qabağa. Ki burada xub imam öz bu didqahdaydı və çalışırdı ki, bu iş olsun və geçsin qabağa. İkinci dəhiyə ki gəlirik, baxırıq görürük ki, yox. Bir dənə ikinci platform gəlir meydana. Ya siyasət vərzi gəlir qabağa. O da ibarətdir bundan ki, İslami, İraniyə də biz düşünək. O da ola bilər. İkinci dəhə. Çıxıb siz orada baxsınız, görürsünüz ki, Teyf-i Haşimiyyə Rəfsəncani və filan bunlar nə mənədirlər? Gəlirlər İslami İranını tərh edirlər. Deyirlər ki, İslami də ola bilər ki, bu coğrafiyayı İranda nə mənədir? Məni tapsın və bir para xas bir məsaillər mətrəh olur və Seda və Simada da görürsünüz ki, yavaş-yavaş məsaili İrani filan bunlar nə mənədir? Tərh olurlar. Bu teyfin içində bir də məsələn xanədan-ı Laricanı da var, ailə-i Laricanı da var. Teyf-i İslami der vaqa İranın içində ki, bunu istəyirlər bu platformu qoysunlar meydana. Bu çox vüsətli bəhsdir, bunun üstündə danışmaq olar, mən fehristə gedirəm. Üçüncü dəhədə baxırıq, görürük ki, deyirlər ki, yox, İslami İranı bizə cavab vermir, biz İrani İslamını istəyirək qoyaq. Üçüncü dəhiyə inqilabda. İrani İslamidə Teyf-i Həddad-ı Adildir, gəlir vilayətidirlər, gəlirlər, Fərhəngistanı geçirirlər əllərinə. Bunlar bütün çalışmaları budur ki, Fars ədəbiyyatının üstündə o İslamı o süzgəçdən geçsinlər, oradan geçsinlər və demək olar çoxlu başlayırlar vacələr düzəltməyə filan eləməyə və burada da nə mənədir? İrani İslamı bu üçüncü düşüncədə gəlir qabağa. Dördüncü dəhədə biz gəlirik, görürük ki, yox, bir dənə dördüncü platform ya siyasət vərzi gəlir qabağa. O da ümumiyyətlə bizim o islah tələb yoldaşlarımızdan, Bunyadı Barandan, Xatəmidən, Taczadəgildən, Müşarikətdən filandan bunlardan yığışırlar. Təht ünvanı İrani biz gəlirik. Şuarı ki, o zaman görürük ki, deyirlər ki, İran bəray həməyə İraniyan burada tərh olur. Müntəha bunun bir dənə məğzi mütəfəkkiri vardı. O məğzi mütəfəkkir gəlir, məsələn, Xatəmi ilə görüşür, Ay Ruhani ilə görüşür. O, Seyyid Cəvad Təba-Təbaid. O gəlir, deyir ki, İslam ölübdür. Yəni, bunu təşhid cənazə elədik. Qoyduq yerə, qutuldu getdi. Müntəha gəlin İrana sahib durağın, İranı nəcət verəyin. İranı da nəyin üstündə nəcət verəcək? Bu birisi qovmiyyətləri tapdalayıb, hamısını gətirib Fars ədəbiyyatının dalısında saxlayıb və tamam onların haqq hüququnu ayaqlamağın üstündə neyini bunu gətirməliyik meydana. Xub, bu da bir dənə demək olar düşüncə idi ki, gəldi və feylən bu düşüncədə ki, neyini davam eləyir və əlbəttə bir ad-cana fitiləsi çəkilib aşağıya, vəli xub, həmçindən elə vardı bu. Aydın, mən ehsas edirəm, biz bir dənə 5-ci platforma ehtiyacımız vardı. Yəni 5-ci, yəni eləyə bilər sistemdə bu qabiliyyət olsun ki, 5-ci platformu da təcrübə eləsin. O platform mübarətdir Türkü İslamı. Yəni burada həm İslam vardı, həm məsələyi türkiyyət vardı. Türkiyyət bir xatiri budur ki, bunlar 1000 il hakimiyyət qurublar. Bu hakimiyyətdə ədaləti qoyublar meydana, təsahül yaradıblar, təsamuh yaradıblar. Özgə dillərə icazə veriblər, özgə dinlərə icazə veriblər. Kulli bunların dərbarlarında müxtəlif şairlər olublar, ayrı şeylərdən gəliblər, bunların pərvəriş veriblər, yekəldiblər. İslamı da budur ki, bunlar sədaqətlə və xulusunla Seyful İslam ləqəbini daşıyıblar. Bunlar İslama canını qoyublar. Elə 8 ildə də gördük bu nə qədər türklər getdilər, mücahidət elədilər. Bu mücahidəti neçə bərabər eləyin ki, onlar Avropanı fəth edirdilər. Bir əlində Qur'an, bir əlində də şəmşir edilər, Avropanı orada nə edirdilər? Fəth edirdilər. Hala bu Türkiyə İslami
در واقع məktəb ya düşüncə nə mənadır? Bunun içində hansı fəlsəfədən bəhrə aparacaq, hansı hikmətdən, hansı irfandan, hansı əxlaqdan, hansı ədəbiyyatdan və hansı tarixdən yaxın bir 100 dənə məqalə və söhbətlərdir ki, demək olar biz Instagramda və Telegramda yayırıq. Dostlar da nəqd edirlər, tapdalayırlar, gecə-gündüz onlara cavab veririk. Xahişim odur, əzizlərdən vaxt eləsələr onlara oxusunlar, nəqd eləsinlər. Ta bəlkə bu düşüncəni biz yaxşıtər eləyə bilək, pişirək və qabağa aparaq. Sağ olasın.